Cristiano Ronaldo dos Santos Aveiro 5 fevral 1985-ci ildə Portuqaliyanın Madeira adasında Funchal şəhərində anadan olub. Ailəsi maddi çətinliklərlə üzləşdiyinə Ronaldo uşaq yaşlarında ailəsinə dəstək olmaq üçün küçələri süpürərək işləyib. Onun futbola olan marağı və istedadı erkən yaşlarda özünü göstərmiş və 16 yaşında Sporting CP klubunun əsas komandasına yüksəlmişdir. 2003-cü ildə Manchester United klubuna transfer olunan Ronaldo burada 3 dəfə İngiltərə Premyer Liqasının çempionu olmuş və 2008-ci ildə UEFA Çempionlar Liqasını qazanmışdır. O ilk dəfə Ballon d'Or mükafatına layiq görülmüşdür. 2009-cu ildə o dövrün ən bahalı transferləri ilə Real Madrid klubuna keçmiş və burada 438 oyunda 450 qol vuraraq klub tarixinin ən məhsuldar oyuncusu olmuşdur. Madrid klubunu o 4 dəfə Çempionlar Liqasına qalib olmuşdur. 2018-ci ildə Juventus klubuna keçən Ronaldo burada ilk dəfə İtaliya A seriyasının çempionu olmuşdur. 2021-ci ildə isə Manchester United klubuna qayıtmış və 2022-ci ilin sonuna qədər burada çıxış etmişdir.